1988-ci ildə sonuncu deportasiyanın qurbanı oldular. Qərb Azərbaycanlılar kimi hallavarlar. Bəli, qurban oldular, zəlzələyə düşdülər. Dərgin düşdülər. İtkilərin bu böyük itkidir. Var dövlətləri qaldı. Bəli, o bir tərəfə, görün mən nə deyirəm, görün Allah nə qədər gözəl Allahdır ki. O zəlzələdə yüz minlərlə ermənilər məhv oldu. Bizdə Saralda oldu bir neçə rəhmətə gedən, bir də Qursalda. Qalan o kətlərin birinə daş dəymədi. Bizim Hallavardan gedir söhbət. Hallavar elindən gedir, o 5 para kətdən gedir. Bir adama birdən daş toxunmadı. Niyə? O zəlzələ olmamışdan vertolyot göndərdilər. Buradan göndərirdik. Daha doğrusu mən də canlı şahidim. O cəmaatın içində mən də var idim. Yəni mən Bakıdan idarə bilirdik ki, gedəcəklər Hallavardan uşaqları götürüb gələcəklər. Əsasən körpə uşaqları, bir də qocaları çıxardırdılar. Cavanlar qalırdı, yəni növbə ilə də gətirələr. Deməli, bunlar vertolyota uşaqları mindirəndə həman anda zəlzələ olur. Vertolyot qalxanda. Geri dönürlər ki, kənd torpağın içindədir, yoxdur kənd. Evdə də bir adam, evdə olan adamlar da mənim qardaşım gil evdə olub, deyir təsəvvürlə. Onlar da bizim kənd çox böyük kənd idi. 3 korpuslu orta məktəbi var idi, 3 mərtəbə. Fabrik var idi, tikiş fabriki var idi. Sonra bir bina tikmişlər, şenk deyirdilər ermənilər. Yaşayış, 4 mərtəbəli yaşayış binası var idi. Qardaşım gil orada olmuşdu, oradaydılar. Bunda uşağı körpəyi olub. Deyir, inan ki, deyir, bizi deyir, elə bir zəlzələ götürdü 4-cü mərtəbədən, qapıdan atdı çölə. Birinə bir dənə daş dəymədi. Allah özü qorudu və o zəlzələ olmasaydı, oradan Hallavardan bir adam da sağ çıxmayacaqdı.